Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Xoş gördük. Yenidən 2 sayılı internet televiziyasının efirində bizimlə həmsöhbət verilişini izləyirsiniz. Hər zaman olduğu kimi bugün də bizimlə həmsöhbət olaraq olduqca maraqlı, eyni zamanda aktual bir mövzuya toxunmuşuq. İlk olaraq mövzumuzu xatırladım, nəzərinizə çatdırım. Bugün biz reket jurnalistikadan danışacağıq. Bugün həqiqətən də reket jurnalistika həm cəmiyyətimizin, həm də elə jurnalistikamızın ağır yaralarından biridir. Bu mövzu ətrafında suallarımızı isə əməkdar jurnalist Mətanət Ağamirli cavablandıracaq. Mətanət xanım, xoş gəlmisiniz verilişimizə bir daha. Xoş gəldiniz olsun. Xoş gördük sizi. Təşəkkür edirik ilk olaraq dəyərli vaxtınızdan ayırdınız, gəldiniz bugün bizimlə bərabərsiniz. Mətanət xanım, dedim ki, jurnalistikanın yarası. Məncə bu fikri deyərkən yanılmadım. Bilmirəm mənimlə nə dərəcədə razı olacaqsınız, yoxsa olmayacaqsınız. Jurnalistikanın üz qarası. Üz qarası. Bəlkə də daha kobud və şəhsər şəkildə desək, belə də demək olar həqiqətən də. Ümumiyyətlə, bax, bu işlə məşğul olanların fəaliyyətləri, yaradıcılıqları jurnalistikanın etik prinsiplərinə nə dərəcədə uyğundur? Mən qısaca keçmişə çox ani bir ekskursiya etmək istəyirəm ki, bilirsiniz ki, Azərbaycan müstəqilliyin qazandıqdakı ilk illərdə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən, xalqın israrı tələbi ilə hakimiyyətə gəldikdən sonra öndə duran bir çox prioritet məsələlər var idi ki, Azərbaycanın parçalanmaqdan qorumaq, Azərbaycanı dünyaya çıxarmaq və ondan sonra ən önəmli məsələlərdən biri də azad sözün, demokratiyanın bərqərar olması idi. Və ilk addımı da o vaxt elə cənab prezident Heydər Əliyev, ümummilli liderimiz atdı. Bilirsiniz ki, media üzərində olan o senzuranın ləğvi ilə bağlı qərar verdi və o zamandan demək olar ki, Azərbaycanda azad söz bərqərar olundu, demokratiya geniş vüsət aldı və bunun nəticəsidir ki, bugün artıq Azərbaycanda səhv eləmirəmsə 51 mindən artıq statistikanı mən görmüşdüm, 51 mindən artıq media orqanı deməli qeydiyyatdan keçibdir. Əlbəttə ki, bu 51 min media orqanının bir qismi şərəflə dövlətinə, dövlətçiliyinə, xalqına, toplumuna xidmət edir öz fəaliyyəti ilə bizim həmkarlarımız. Təbii ki, bir qismi var ki, mən burada bu 51 min rəqəmini 3 qrupa bölürəm. Bir qismi var ki, çalışır, orta mövqedə çalışır, müəyyən qədər, belə deyək də, media qrupu olaraq sadəcə çalışır. Amma bir qism də var ki, sizin qeyd etdiyiniz reket jurnalistikası, biz buna deyirik. Amma reket jurnalistikası deyək ki, kimdir bu reket jurnalistikasında çalışanlar, jurnalistlərmi? Mən düşünürəm ki, jurnalistin reketi olmur. Mən belə düşünürəm. Amma hansı ki, onlar bugün o jurnalist adını daşımaq iddiasındadırlar və ona görə də bugün dövlətin demokratiya istiqamətində atdığı addımların nəticəsi olaraq istənilən şəxsin, istənilən jurnalistin bir media qurumu bilirsiniz, qeydiyyatdan keçirmək problem deyil. Bu da azadlığın tərənnümüdür, azadlığın bir daha təsdiq edən bir amildir. Amma təəssüf ki, bu faktordan istifadə eləyən bizim sıralarımızda dayanmağa iddia göstərən, amma əslində jurnalistikaya aid dəyərləri özündə daşımayan insanlar var. Əlbəttə ki, xoş deyil bu haqda danışmaq, xoş deyil bu mövzunun gündəmə gəlməsi, xoş deyil bu kimi insanların geniş vüsət alması. Bilirsiniz ki, zaman-zaman Mətbuat Şurası da bununla bağlı toplantılar keçirir, açıqlamalar verir və verilən açıqlamalarda da biz görürük ki, Mətbuat Şurasına da müraciət edən bir çox qurumlar var. Siz bilirsiniz ki, mən uzun illərdir mediada çalışıram və bu mediada çalışdığım illərdə də həm qəzetdə çalışanda, həm televiziyada çalışanda, həm müstəqil bir jurnalist olaraq bu mövzularla bağlı müəyyən yazılarım olub, proqramlar çəkmişəm. Sözün əsl mənasında peşəkarları dəvət etmişəm, peşəkarların birbaşa aidiyyatı olan şəxslərin mövqelərini sərgiləmişəm, soruşmuşam və bu baxımdan bir dəfə bu mövzu ilə bağlı mən bir proqram çəkəndə təhsil ocaqlarından birinin rəhbərini də dəvət etmişdim və tam təsadüfi idi. Biz müraciət elədik Bakı şəhər təhsil şöbəsinə, oradan bir məktəb direktorunu göndərdilər və məktəb direktoru proqramın ortasında, çıxışında qeyd etdi ki, filan sayt adı yadımdan çıxıbdı, bizə təzyiq eləyirdi, müəyyən gəlib işıqlandırmaq istəyirdi. Biz ona imkan verməyəndə dedi ki, sizi haqqınızda bizdə məlumatlar var. Yəni, şantaj xarakterli bir müraciət oldu və çox xoşuma gəldi. Proqramda mən xanımdan soruşdum ki, bəs siz nə etdiniz? Dedi
dedi ki, mən birbaşa Mətbuat Şurasına müraciət elədim. Həmin adamla bağlı araşdırma aparılsın, kimdir bu insan bizi şantaj eləyir. Və mən düşünürəm ki, əslində bizim cəmiyyət, kiçik cəmiyyətdə hamımız bir-birimizi tanıyırıq, axtaranda, soruşanda və bizim insanlar sanki haqqının, hüququnun müdafiəsində aidiyyatı orqana müraciət etməyə biraz çəkinir. Nədən? Çünki ətrafda bizdə bir qəribə bir düşüncə tərzi var ki, çox üzr istəyirəm ifadəyə görə, mərdimazar. Tutaq ki, kimsə müraciət elədi, kimin haqqında bir səhv qərar verildisə, bu insanı mərdimazar adlandırırlar. Bu baxımdan biraz sanki bizdə o mentalitet demək istəməzdim. Belə qəribə bir adət, vərdiş var. Amma baxın, bugün eyni müraciətdə olan şəxslər, məktəb direktorları var, bağça direktorları var və yaxud da universitetdə işləyən müəllimlər var, cəmiyyətin müxtəlif sferalarında. Baxın, çox təsadüf bir hadisə baş verib. Siz bugün məni bu mövzu ilə bağlı efirə çağırmışsınız. 2 gün öncə mən axşam saatlarında evdə olarkən mənə gələn bir zəng var. İctimaiyyətdə tanınan bir biznes ledi və çox ciddi tibb universitetinin müəlliməsidir. Öz sferasına fəaliyyət göstərir, qeyri-hökumət təşkilatı var. Mənə zəng edir ki, Mətan xan, mənə zəng eləyiblər. Nə press az, əvvəli yadımdan çıxıb və bunu qoyub o birisinə keçirəm. Bir Xalq Info sayt var. Çox ciddi fəaliyyət göstərən bir qurumdur, media qurumudur, internet saytıdır. Və onun ətrafında, o ad ətrafında manipulyasiya eləyən, ona oxşar adları qeydiyyatdan keçirən saytlar var. Məsələn, Xəbər Xalq Info, Xalq Xəbər Info. Görürsünüzmü? Yəni insanın çaşacağı tərzdə, yəni. Və ona görə də bax bu saytları olduğu kimi yadda saxlamaq mümkün deyil. Bax bizim tanıdığımız o tibb universitetinin müəlliməsi, tibb elmləri üzrə fəlsəfə doktoru, çox səviyyəli, öz yerini bilən, gözəl bizim bir ziyalı xanımımız mənə zəng eləyir ki, mənə belə bir saytdan zəng gəlib, deyirlər ki, sizin haqqınızda bizə bir nəysə məlumat daxil olubdur. Ya, mən buradan açıq deyəcəm, ya bizə bu qədər summada pul verməlisiniz, ya da ki, axşam saat 9-da materialı biz sayta qoyacağıq. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəni, nə qədər mən utandım. Mən o yoldaşların yerinə utandım. Həmin o bizə jurnalist kimi baxan insanların yanında ki, məndən o həmkar kimdir soruşur. Və mən onu izah elədim durumu. Bəli ki, mən tanımıram, saytlar çoxdur. Mövcud durumu izah elədim. Üstündən 2 saat keçdikdən sonra həmin xanım təkrar mənə zəng edir ki, filan qurumda çalışan bir ailəvi dostumuza zəng etdim. O da ona zəng edibdi. O sonra zəng edib üzr istəyibdi ki, filankəs xanım, bəs mən üzr istəyirəm. Biz gəlib sizinlə görüşəcək, heç bir problem yoxdur, heç bir yazı zad olmayacaq. Bax, bu nədir? Və siz də jurnalistsiniz. Mən də bu sualı sizə verirəm. Bax, bu nədir? Yəni, buna üz qarası deməkdən başqa variantımız varmı bizim? Yoxdur, təəssüflər olsun ki, yoxdur. Və Mətan xanım, mən bir şey toxunmaq istəyirəm. Biz həqiqətən də bu mövzu ilə bağlı müsahib seçərkən sizi əbəs yerə, təsadüf yerə dəvət eləmədik. İllərdir bu sahədəsiz və siz bu proseslərlə daha yaxın əlaqədarsınız və gündəlik olaraq öz təcrübənizlə də danışdınız ki, tez-tez məşğul olursunuz. Belə bir sual vermək istəyirəm. Bax, cəmiyyətin duyarlılıq haqqında danışacağıq. Bunu qoyaq başqa bir yerə. Biz bugün dövlət səviyyəsində, konstitusiya səviyyəsində, qanun səviyyəsində qorunur, hüquqlarımız qorunur müxtəlif sahədə. Mətbuat Şurası ciddi bununla məşğul olur. Qara siyahı deyilən bir siyahı var ki, ora adlar daxil olur və ondan sonra onlar fəaliyyətlərini dayandırırlar. Amma bütün bax bunlara baxmayaraq kökü kəsmir, səngimir bu mübarizə. Problemin qarşısı alınmır. Alına bilmir. Problem əlini tapmır. Bax, neyniyək? Mən təqribən bir 4 il öncə eyni mövzu ilə bağlı bir konferans var idi. Bizim tanıdığımız, çox hörmət etdiyimiz yoldaşların hamısının toplaşdığı və mən də Lider televiziyasından ora dəvət almışdım. İştirak edirdim. Bakı Dövlət Universitetinin jurnalistika, müvəffiq fakültələri, müəllimələri də var idi orada. Orada müxtəlif çıxışlar oldu. Mənə də söz verildi. Mən qeyd etdim ki, biraz qaydaları sərtləşdirmək lazımdır. Yəni mən bunu orada heç yadımdan çıxmaz, universitetin müəllimlərindən biri dedi ki, burada çox təhlükəli tendensiya səsləndi. Qaydaları sərtləşdirmək lazımdır. Hansı demokratiyadan söhbət gedə bilər? Amma mən buradan çəkinmədən, nəinki buradan hər yerdə özümü ifadə etdiyimdə çəkinmədən, heç çəkinmədən eyni fikri vurğulayıram. Mənim dəyərlərimə, mənim millətimin, xalqımın, təmsil etdiyim toplumun zərərinə, insanların haqlı olduğu yerdə haqsız duruma düşməsinə səbəb olan kəslərə qarşı bəli, qaydalar sərtləşdirilməlidir, qanunlar sərtləşdirilməlidir. Əlbəttə ki, bu sadəcə bir təklif ola bilər. Biz müstəqil fikir söyləyirik sadəcə. Siz qeyd etdiniz, Ədliyyə Nazirliyindən bugün
heç bir şəxs müraciət edib cavabsız qalmaya bilməz. Yəni istənilən şəxs istənilən adda deməli, müraciətinə cavab alır və qeydiyyatdan keçməyə nail olurlar. Bugünün kirpisi, bugünün güzgüsü, bir qəribə adlar, haqq ədalət, ədalətin gözü ilə, haqqın yolu ilə nə qədər bir qəribə adlar səslənir də, adamın dilinə də yatmır bir mətbu orqanları. Hətta mətbu orqan bilirsiniz, beynəlxalq təcrübədə də belədir ki, mətbu orqana ad seçər ki, onun üzərində yəni xüsusi bir qrup işləyir. Zamanla onu əldə edirlər ki, yəni nə qədər səslənəndə xoş olsun, yadda qalsın, hafizədə qalsın. Amma buna da fikir vermirlər bu şəxslər. Bəli, mən onu qeyd edəcəkdim. Əslində bu bir daha qeyri-peşəkarlığın göstəricisidir. Tələm-tələsik bir ad seçib, onu qeydiyyatdan keçirmək, bölgələrə səfərə çıxmaq, nə bilim, müxtəlif təhsil ocaqlarına, qurumlara müraciət eləmək, oradan öz məqsədləri üçün istifadə etmək və mən bir yaralı məqama toxunacağam və çox qəribədir ki, ən çox müraciət eləyən şəxslər bu jurnalistikanın yaratmaz adamları ilə bağlı, jurnalistika nümayəndələri bağlı, ən çox müraciət eləyən insanlar sanki təhsil sahəsində təmsil olunanlardır. Baxaq görə təhsil sahəsində təmsil olunan kimlərdir? Bizi böyüdən. Bugün biz onların qarşısında deyilik ki, müəllimlərimizin qarşısında baş əyirik. Bugün mən təəccüb edirəm hətta bu insanların dünya görüşünə belə. Orta məktəbdə biz yetişirik. Həmin o özünə jurnalist deyən insanlar o müəllimlərin belə deyək də qarşısında yetişibdir. Və nə qədər doğrudur ki, bir universitetin rektoruna zəng edib onu şantaj etmək. Nə qədər doğrudur ki, müəllimə zəng edib onu şantaj etmək. Bu yəni heç cürə məntiqlə araya sığmır. Bu bir. İkincisi digər tərəfdən jurnalistika bugün müstəqil Azərbaycanın yaşına uyğun formada bizim azad jurnalistikamız formalaşıbdır. Bugün biz bəlkə onlarla fəxrlə adını qeyd edəcəyimiz jurnalistlər var ki, dünyasını dəyişənlər də var, biz onların ruhu qarşısına baş əyirik. Bugün bizimlə bərabər çiyin-çiyinə davam edənlər var ki, yəni onların formalaşdırdığı, o ardıca apardığı bu tendensiyaya xələl gətirən, bu adımıza ləkə gətirən, biz niyə buna yol verməliyik ki? Bax, mən sual verirəm, elementar bir, sadə bir sual. Niyə biz yol verməliyik? Demək ki, hər kəs səsini çıxarmalıdır. Demək ki, bax, sizin bu etdiyiniz dəstək, bu proqramlar vüsət almalıdır və bu insanlar öz yerini bilməlidir. Xırda bir şeyi xatırladım. Seçim tok-şousu, Lidia televiziyasına yayımlanan seçim tok-şousunun birində Türkiyə jurnalistikası ilə mübarizə ilə bağlı adı altında bir proqram biz hazırladıq. Çox hörmətli Mətbuat Şurasının sədri Əflat Namaşovu da dəvət etdik və o da gəldi. Orada çıxış edəndə bir fikir səsləndirdi. Dedi ki, sanki indi saytlar qoça alətinə çevrilibdir müəyyən şəxslərin əlində. Bunu Mətbuat Şurasının sədri ifadə etdi. Biz, bəli, əsaslandırdı. Bir zamanlar insanlar ətrafında qoçular saxlayırdılar, hansısa təsir mexanizmi kimi. İndi təəssüf ki, bəzi hallarda həmin o təsir mexanizmi kimi insanlar qoçular saxlayır yanında. Mən deyirəm ki, o qoçulara bizim aramızda yol yoxdur. Yol yoxdur, bəli. Və necə almaq olar? Necə almaq olar? Qaydalar sərtləşdirilməlidir. Jurnalistika fakültəsi fəaliyyət göstərir. Jurnalistika fakültəsindən mənə elə gəlir ki, hətta buna aid xüsusi bir maarifləndirmə olmalıdır. Bilirsiniz, bir çox hallarda biz həmin reket jurnalistlərinin kimlər olduğuna diqqət edəndə, məhkəmə proseslərində ən azında bilirik bunlar kimdir. Mən etiraz edirəm. Orta məktəbi bitirən heç bir təhsili olmayan gəlir deyir ki, mən jurnalistəm. Tutaq ki, Rabitə kollecini bitirib gəlib deyir ki, mən jurnalistəm. Və yaxud da ki, İşdən qovulan hardansa, gəlir başqa variantı yoxdur, bir sayt qeydiyyatdan keçirir, deyir ki, mən jurnalistəm. O zaman biz kimik, mən sual edirəm. Və nəyə görə o insanlar bizim sıramızda təmsil olunaraq bizim əməyimizi, bizim zəhmətimizi, adımızı kölgə altında qoymalıdırlar? Aynıdır. Və Məsələn xanım, olduqca maraqlı məqamlara toxundunuz. O həmin şəxslərin kimliyi barədə belə bir məqamda var. Düşünürəm ki, normal düşüncəsi, əxlaqı, ən azından içində Azərbaycanlı qanı və sevgisi olan insanlar normalda öz həmkarına, vətəndaşına qarşı o hörmətsizliyi eləməz. Gəlin baxaq, bəlkə bunların arxasında Azərbaycanı istəməyən hansısa xarici qüvvələr, beynəlxalq təşkilatlar dayanır. O hallarda var əlbəttə ki, amma bugün yəni yenə deyirəm, məhkəmə proseslərindən izlədiyimiz, gördüyümüz o Reke jurnalistikasının nümayəndələri ki var, görürük ki, onların hamısı siz deyən kimi deyil, bəli, o hallarda var. Biz kimliyinə asılı olmayaraq heç zaman heç bir an unutmamalıyıq ki, Azərbaycan vətəndaşları bizim pis və yaxşı əməllərimiz hamısı dövlətə, millətin maraqlarına
pis və yaxşı mənada yansıyır. Bu baxımdan heç bir Azərbaycan vətəndaşının bunu unutmağa haqqı yoxdur. Çünki vətəndaş məsuliyyət deyilən bir anlam var. O anlayışa nəhayət biz hamımız riayət etməliyik. Və təəssüf edici haldır ki, müəyyən qüvvələrin təsiri ilə Azərbaycanda reket jurnalistikasında ayaq açan insanlar və əlbəttə ki, yəni çox təəssüf edici haldır. Və əlbəttə ki, bu insanların hansısa maraqlar naminə dövlətin və millətin mənafeyinə zidd getirən adamlara qarşı da mən elə gəlir ki, ictimai qınaq formalaşmalıdır. Mən hər zaman deyirəm, indi də deyirəm, az öncə soruşdunuz ki, bu problemin kökünü necə kəsmək olar? Bəli, qaydalar sərtləşməklə bərabər bir ictimai qınaq formalaşmalıdır. Bax, sizin kimi gənc jurnalistlər, bizim həmkarlarımız özünü jurnalistikada gerçək jurnalist sayan, az da olsa əməyi olan şəxs sayan insan laqeyd olmamalıdır. Bu və digər şəkildə öz səsini ucaltmalıdır. Və yeri gəlmişkən mən bu proqramdan da istifadə edib səsləndirmək istəyirəm bu fikri ki, hesab edirəm ki, bizə müraciət edən orta məktəb direktorları, bağça müdirləri, ayrı-ayrı ziyalılar, universitet müəllimləri, fərqi yoxdur. Biznes ledilər, bizneslə məşğul olan sahibkarlar, heç fərqi yoxdur. Və bunların hamısını maarifləndirmək lazımdır ki, sizə olunan hər hansı bir bu tipli şantajla əlaqədar dərhal aidiyyatı orqanlara məlumat verilməlidir. Qarşısının alınması prosesindən biri də budur, hesab edirəm ki, təsirli vasitələrdən biri budur. Və eyni zamanda da vətəndaş məsuliyyətinə gəldikdə isə düşünürəm ki, vətəndaş məsuliyyətini dərk etməyən insanlara qarşı da bugün medianın üzərində duran ən böyük məsul vəzifələrdən biri də ondan ibarətdir ki, ictimai qınaq formalaşdırmalıdır və vətəndaşlığını dərk etməyən, o məsuliyyəti anlamayan şəxslər nəhayət anlamalıdırlar ki, onlar Azərbaycan vətəndaşlarıdırlar və gec-tez hüquqi müstəvidə bunun cavabını verməlidirlər. Təşəkkür edirəm ətraflı cavabınız üçün və məndən hamısını alaraq bir sualım olacaq və biz hüquqi bazadan danışdıq, ictimai qınaqdan danışdıq. Gəlin bir də baxaq, düşünürəm faiz etibarilə ən çox hissə toplayan insanlara, cəmiyyətimizə, sadə xalqa. Bu günləri əvvəlcə məsəl üçün bəlkə bu reket jurnalistlər, bəlkə qəzetlər vasitəsilə daha çox hədə-qorxu gəlirdilərsə, bu gün zamanın tələbinə uyğun olaraq informasiya saytları, agentliklər və yaxud da ki, sosial şəbəkələr vasitəsilə və zaman-zaman biz oraya yazılan şərhlərdən belə görürük ki, əslində onlar bir dönəm qarşılarına qoyduqları məqsədə çata bilirlər. Hardasa sıradan Azərbaycan vətəndaşları onları bəli, onlara dəstək ifadə göstərirlər. Bax, cəmiyyətimizi necə maarifləndirək ki, onlar bilsinlər hansı xəbərə inanar, hansı xəbərə inanmayaq, kimlərə etimad eləyək, kimlərə eləməyək. Axı bunun üçün də bir necə deyim, bir yol olmalıdır. İnsanlar qarşısına gələn hər hansı bir üzdə olan simanın, tutaq ki, şəxsi həyatı haqqında heç olmayan şeylərə inanıb onların belə deyək, qurun oduna yaş dayanır məsələsi var. Getməsinlər o. Doğru, haqlısınız. Bilirsiniz necədir? Bugün biz elə bir dönəmdə yaşayırıq ki, biz burada danışdıq az sonra, hətta indi də bu dəqiqə bunu internetdə paylaşmaq mümkündür. Yəni, informasiyanın çox geniş, informasiya əsrində yaşayırıq. İnformasiyanın çox geniş vüsət aldığı bir dönəmdə və informasiyalar o qədər çoxdur ki, o qədər boldur ki, zaman-zaman siz dediyiniz mövzu ilə bağlı mən də araşdırma eləmişəm, proqramlar çəkmişəm, proqramlar etmişəm. Bilirsiniz, yəni hər zaman bizim proqramlarda mən uzun illər o müsahibə aldığım dövrlərə əsaslanaraq deyirəm ki, müsahiblərin hər zaman eyni fikirdə üst-üstə düşdüyünün şahidi olmuşam. Bütün müsahiblərimiz, mən ziyalıları nəzərdə tuturam, əlbəttə ki, bilavasitə aidiyyatı sahədə çalışan ekspertlər nəzərdə tuturam. Hər zaman eyni fikri səsləndirirlər ki, bütün problemlərin qarşısının alınmasında ən mühüm məsuliyyət kütləvi informasiya vasitələrinin üzərinə düşür. Əlbəttə ki, müsahiblərimizə çox böyük hörmət edərək onların fikrini dəstəkləmək məcburiyyətindəyəm. Çünki bu bir həqiqətdir. Kütləvi informasiya vasitələri 4-cü hakimiyyət adından göründüyü kimi və cəmiyyətin fikrini formalaşdıran kütləvi informasiya vasitələridir. Amma kütləvi informasiya vasitələri də formalaşdırdığı üçün kütləvi informasiya vasitələri sıralarında vicdanla çalışan, özünə jurnalistdən deyən insanlar bunun məsuliyyətini dərk edərək, biraz öncə qeyd etdiyim kimi, reket jurnalistikasında özünü göstərən şəxslərə qarşı amansız olmalıdırlar. Və insanlar necə ayırsınlar informasiyanı? Baxın, sosial şəbəkələr var. Dəfələrlə biz bu məsələləri müzakirə edirik öz həmkarlarımızla da bir araya gələndə. Bugün sosial şəbəkələrdə təəssüf ki, negativ informasiyalar, yalan, çığırıcı, bağırıcı informasiyalara meyillik çoxdur. Biz bunu görürük. Bunu kim formalaşdırıbdır? Bu, hansı ki, informasiya əslinin bizə verdiyi o tendensiya qurlaşanda, çoxalanda. Yəni, son illərdə sanki
acılıq olan o kütləyə qəfildən saysız hesabsız informasiya təqdim olunur və zamanla o informasiya acılığında olan insanlar, o kütlə, böyük çoxluq, o belə deyək də səs-küyün, bağırmağın arxasıca gedir. Amma inandırım sizi, mən bədbin deyiləm bu fikrimdə. Zamanla düşünürəm ki, bu həllini tapacaq. Necə tapacaq? Bax, sizin kimi, bizim kimi, yəni təvazökarlıqdan uzaq da olsa, ciddi jurnalistika ilə məşğul olan kəslər ki var, mən əminəm ki, əhalinin, insanların maariflənməsində rol oynayaraq, onların da informasiya tələbinə uyğun olaraq onları o yalan, şər böhtan dolu, belə deyək də, çaşdırıcı, çığırıcı informasiyalar deyil, ciddi, lakanik, dürüst, lazımlı informasiyanın ardıcı aparacaq. O tələbatı əhalidə formalaşdıracaq. Mən buna əminəm. İnşallah. Təşəkkür edirəm Mətanət xanım, çox sağ olun. Biz bugün qarşımıza bir məqsəd qoyduq və istədik ki, bu problemi həqiqətən də cəmiyyət üçün daha sadə və anlaşıqlı dillə izah eləyək. Qoy bir növ maarifləndirilməsində çalışaq ki, cəmiyyətin iştirak eləyək. Sizin vasitənizlə buna arzulayırıq və biz nə dərəcədə nail olduq, əlbəttə ki, söz tamaşaçıların olacaq, seyircilərimizin olacaq. Mən sizə təşəkkür edirəm seçiminiz üçün. Çox sağ olun. Ümid eləyək ki, qarşımıza qoyduğumuz məqsədə nail olacaq və lazım adamlar özlərinə lazım dərsləri götürəcəklər. Təbii ki, haqq nazirləri üzülmür. Əlbəttə ki, həqiqət gec-tez öz yerini tapacaq. İnşallah. Minnətdarıq. Belə hörmətli tamaşaçılar, siz iki saylı internet televiziyasının efirində bizimlə həmsöhbət verilişini izlədiniz. Sonda bir daha nəzərinizə çatdırım ki, bu suallarımızı əməkdar jurnalist Mətanət xanım Ağamirli cavablandırdı. Bir daha təşəkkür edirik. Hörmətli tamaşaçılar, bizimlə həmsöhbət verilişinin növbəti buraxılışında yenidən görüşmək ümidi ilə diqqətiniz üçün təşəkkür edirik. Salamat qalın.